Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bugün aprelin 28-i 2025-ci il. Bugün İran İslam Respublikasının prezidenti cənab Məsud Pezeşkiyanın Azərbaycana səfərini izlədik. Səfər çərçivəsində səsləndirilən fikirlər, bəyanatlar, qarşılanma mərasimi və sair məsələlər demək olar ki, müsbət idi. Və iki qardaş, dost, qonşu ölkənin prezidentlərinin deməli qarşılıqlı səfərləri əslində ənənə halını almalıdır və müsbət qarşılanmalıdır. Təəssüf ki, 8 il bundan əvvəl İran İslam Respublikasının prezidenti Azərbaycana səfər etmişdi. Son 8 ildə İran İslam Respublikası ilə Azərbaycan arasında münasibətlərin gərginliyi demək olar ki, hamıya, hər kəsə bəlli idi. Əvvəlki dövrlərdə bu gərginlik sadəcə dedikodu səviyyəsində baş verirdi. Amma son illərdə gərginliyin pik həddə gəlib çatmasını biz əsasən İlham Əliyevin səsləndirdiyi bəzi fikirlərlə deməli əsaslandırırıq. Hər halda İran-Azərbaycan arasında olan müsbət münasibətlərin və istiliyin yaranmasını biz çoxdan istədiyimiz bir məsələdir və eyni zamanda deyim ki, bu həm də çox ciddi arzudur. Hələ ki, niyə arzu deyirəm, onu da yəqin ki, bir neçə dəqiqəlik çıxışdan sonra izləyicilər özləri müəyyən şeyləri başa düşəcəklər. Biz səfər haqqında ümumi fikir səsləndirəndə, əlbəttə ki, bu səfər, belə səfərləri, bu kimi səfərlərin tez-tez baş verməsini arzulayırıq və İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında isti münasibətin yaranmasını, qonşuluq, qardaşlıq siyasətinin, deməli, qardaşlıq münasibətlərinin məhz bu iki ölkə arasında olan siyasi münasibətlərə təsir etməsini istəyirik. Amma çox təəssüflər olsun ki, deməli, hər iki prezident tərəfindən səsləndirilən fikirlər belədir cümləsi ilə deyil, olmalıdır feili ilə bitdi. Bu, onu göstərdi ki, əslində iki prezidentlər arasında olan münasibət və iki ölkə arasında olan münasibətlərin çata biləcəyi səviyyə hələ arzu olaraq qalır. Sual yaranır, reallıq nədən ibarətdir və buna kim mane olur? Əslində, əziz izləyicilər, biz bir neçə siyasi proseduru izləsək, görərik ki, bəzi məsələləri görərik və aydın olar ki, əslində İran İslam Respublikası ilə Azərbaycanın arasında münasibətlərin daim gərgin qalmasını istəyən ciddi qüvvələr var. Bunlardan biri və bəlkə də birincisi təbii ki, İsrail rejimidir və bu məsələdən sonra da ki, biz görürük 28 aprel, yəni bugün İranın prezidenti Azərbaycana səfər etdi. Özü geniş tərkibdə səfərdə olan o bəzi bir neçə sənədlər imzalanıb, onlarla bağlı da qısa fikrimi bildirəcəm. Amma əvvəlcə bu məsələyə toxunmaq zəruridir. Geniş tərkibdə Azərbaycana gəlib, yaxşı qarşılanma oldu. Orada müəyyən arzu olunan fikirlər səsləndirildi. Təbii ki, bunlar arzulardan ibarətdir. Bundan dərhal sonra, yəni məsələ həmən gün, yəni bugün biz eşidirik ki, təqribən 10 gün sonra İsrail rejiminin rəhbərlik edən Benyamin Netanyahu Azərbaycana səfər edəcək. Bu may ayının birinci yarısında və ondan sonra yenə də may ayı Rəcəb Tayyip Ərdoğanın, Türkiyə prezidentinin Azərbaycana səfər edəcəyi gözlənilir kimi məlumatlar yayılır. Və ondan əvvəl də, bir neçə gün bundan əvvəl, deməli, səhv etmirəmsə İsrağa gün, deməli, ayın 26-sında İranda Bəndər Abbas deməli, tərəfdə, limanında bir partlayış baş verdi və mən düşünürəm ki,
Bu partlayış da məhz Pezeşkiyanın Azərbaycana səfərini əngəlləmək üçün ortaya atılan bir hadisə idi, bir faciə idi. Əziz izləyicilər, Azərbaycan daxilində də bir çox həmən xarici qüvvələrin İran-Azərbaycan münasibətlərini istəməyən qüvvələrin Azərbaycanda təbliğatçılarının da biz bəzi çıxışlarını gördük. Müəyyən lağlağı deməli səviyyədə bəzi fikirlər səsləndirilməsi və xüsusən təqribən 2 il bundan əvvəl Tehranda baş verən Azərbaycan səfirliyi ilə baş verən məlum hadisənin məhz bu gün gündəmə gətirilməsi və bunu dövriyə buraxıb ancaq İran-Azərbaycan münasibətlərinin yaxınlaşmasına əngəl kimi göstərmək və son illərdə qarşılıqlı münasibətlərdə müəyyən gərgin edici halların təzədən gündəmə gətirilməsi və eyni zamanda Amerika, İsrail, Azərbaycan və Amerika, İsrail, İran münasibətlərini tirajlamaq və s. kimi məsələlər əslində göstərir ki, bəli, İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasını istəməyən qüvvələr məhz İsrail və Amerika cütlüyüdür. Eyni zamanda Qərb blokudur. Burada İngiltərə, Avropa ölkələrinin bəziləri və ən əsası Amerika-İsrail cütlüyü İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasını, yaxınlaşmasını qətiyyətlə istəmir və demək olar ki, bütün siyasi fəaliyyətini də, bizim regionla bağlı siyasi fəaliyyətini də İranla qonşu ölkələrinin münasibətlərini ən ciddi problem həddinə gətirib çatdırmaqdır. Əsas bunların mən hesab edirəm ki, bizim regionla bağlı hədəflədikləri əsas məsələ İranla qonşularını düşmən etməkdir. Bunlar nə qədər reallaşacaq? Düşünürəm ki, illərdir artıq bu Qərb bu siyasəti aparır və bunu ona görə eləyir ki, İranın inkişafının qarşısını alsın, İranda rejim dəyişikliyinə, hakimiyyət dəyişikliyinə nail olsun. Bunların heç birini bacarmır, çünki əsas Qərbin İranla bağlı 2 dənə əsas hədəfi var. Deməli, İranın inkişafının qarşısını almaq, bütün sahələrdə bir də rejimin dəyişikliyinə nail olmaq. Demək olar ki, 46 ildir Qərbin bu siyasəti uğursuzluqla nəticələnir. Ümid edirik ki, bundan sonra da elə olacaq. İran öz güclü siyasətini, deməli, davamlı siyasətini davam etdirəcək, düzgün siyasətini davam etdirəcək. Qərb isə ancaq bu cür, deməli, hiyləgərliklə məşğul olacaq. Əziz izləyicilər, mən istəyirəm indi isə İran-Azərbaycan münasibətləri, deməli, prezidentlərinin görüşündə imzalanan sənədlərlə bağlı bir neçə söz deyim. Biz təqribən 4 deməli, istiqamətdə müəyyən sənədlər imzalandı. Burada nəzərdə tutuldu informasiya mübadiləsi, gömrük məsələləri, sonra mədəniyyətlərlə bağlı müəyyən sənədlər və s. deməli, məsələlərlə bağlı müəyyən sənədlər imzalandı. Və bu da görsənir ki, İran-Azərbaycan münasibətlərinin bu səfər çərçivəsində köklü dəyişəcəyi gözlənilmir. Yəni İran-Azərbaycan münasibətlərinə xüsusən ən çox ehtiyac olan məsələlərdən biri deməli ticari dövriyyənin artırılması idi və eyni zamanda o sənədlərdən biri də birlikdə qərar verəndə məsləhətləşmə, yəni regionla bağlı qərar verəndə müəyyən məsləhətləşmələr filan kimi bir qarşılıqlı razılaşma da əldə edildi və hesab edirəm ki, bunların heç biri o qədər də önəmli deyil. Əsas önəmli olan məsələlər biz səfər öncəsi deməli Pezeşkiyan hansı təkliflərlə Azərbaycana gəlir başlıqlı bir video hazırlamışdı. Orada müəyyən məsələləri detallı şəkildə açmışdıq. Ona görə də hansı sənədlər imzalanmalıdır mövzusunu açmırıq.
Amma ümumilikdə gördük ki, təqribən 4 punktda 4 tezislə müəyyən sənədlər imzalandı. O sənədlər də sənədlərə biz baxıb, o sənədlərə əsaslanıb İran-Azərbaycan münasibətlərində bu səfərin ciddi, əhəmiyyətli rolu olacaq deməli fikrini səsləndirə bilmirik. Amma dediyim kimi mən hesab edirəm ki, bu səfər çox lazımlı səfər idi. Ən azı İran-Azərbaycan münasibətlərinin gərginləşməsi istiqamətində inkişafını dayandıra biləcək və